Hamıya salam. Bu günləri vlog çəkmə qərarı almışam. Çünki bir neçə şey eləyəcəm, maraqlı yerlərə gedəcəm və sizi də özümlə götürəcəm. This is my first vlog, so don't judge me or judge if you want. Hal-hazırda evdəyəm, çünki bu günləri mobile work eləmişəm. İş yerinə getmədən evdən çalışmışam və birazdan hazırlaşıb gedəcəm sentrə, çünki Bolzano'da yeni bir mall açılıb. Storylərdən də gördüyüm qədərilə maraqlı mağazalar çoxdur və böyükdür. Mənə biraz Port Baku Walk-u xatırlatdı. Gedib baxmaq istəyirəm. Əslində açılışı dünən idi, amma mənim vaxtım olmadığı üçün bu günləri gedəcəm və önəmli detay, mən gedib kettle almalıyam. Media World olduğunu eşitmişəm orada və ora gedəcəm. Biraz mallı fırlanandan sonra rəfiqəmin yanına dərsə gedəcəm, çünki mənə pianino öyrədir və bu mənim artıq 5-ci dərsimdir. Özümlə çox fəxr eləyirəm, çünki bunu eləməyi çoxdan da istəyirdim, amma alınmırdı, vaxt ayıra bilmirdim. Hətta vision boarduma 2025 üçün bunu yazmamışdım, yəni şəkil olaraq qoymuşdum. Bolzano'ya köçdüm. Bolzano'da rəfiqəm var, Aytac, hansı ki pianino müəlliməsidir və konservatoriyada oxuyur. Düşündüm ki, bu bir mesajdır. Evrəndən bir mesajdır. Ona görə bu mesajı dəyərləndirdim. Biraz sizi Bolzano'nu gəzdirəcəm, biraz sizə həyatımdan kadrlar göstərəcəm. So, let's go together. Hal-hazırda qorxuram düşər deyir telefon. Ona görə tez geyinib çıxacağım. Mən fikir verdim ki, mənim qarderobumda ya göy rəngdə əşyalar var, ya da boz rəngdə. Başqa rəngi deyəsən mənim səmirəm. Belə bir yaşlı kofta geyindim. Dedim, biraz dəyişiklik olsun. Üstündən plaş götürüm, çünki narahat oluram. Çoxdan da istifadə eləmədiyim sumçkamı götürdüm. Və mikrofonumu götürəcəm. Birdən lazım olar. Keçən səfər çöldə çəkiliş eləyəndə səs gəlmirdi. Küçənin səsi götürmüşdü ailəmi. Ona görə vlogu da bəyənmədim. Özümü də bəyənmədim. Heç nə bəyənmədim. Paylaşmadım. Baxın mənim mini mikrofonuma çox şirindir. Bir dənə try eləyək. Ümid edirəm məni eşidirsiniz. Hal-hazırda səsim təmiz gəlir. Yes, özümü belə qəribə hiss elədim birdən-birə. Əlimdə mikrofonla çıxış edirmişəm kimi. Neysə, mən çıxıram. Görüşərik. Gözüm bu arada dəhşət sulanır. Bilmirəm, külək də yoxdur. Havadan da yenədəndir. Gözümü aça bilmirəm. Neysə. Muzeumdur. Burada çox vaxtı contemporary art olur və sərgilər keçirilir. Keçən səfər bilməyərək birinə gəlmişdik. Çöldən gördük ki, içəridə çoxlu adam var. Biz də dedik girək və pulsuz yeyib içdik. Sonra da alt mərtəbəsində club kimi bir yer var idi. Bütün cavanlar oraya yığışmışdı. Saat 12 kimi club oldu. Gəldim, çatdım parka. Bura əvvələ hər yer bağlıydı. İndi ətrafında açıq var. Çox böyük görsənir. İndi içərisinə girək. Bilirsiniz ki, Alman
Lego mağazası da var ve çok büyük. Değişik çok çeşit var. Hatta burada quraşdırabilirsiniz bəzi Legoları. Düzdür, mən heç vaxt Lego almamışam, amma çox istəyirəm birini alım. Bəlkə alaram. Bir tane özel Trevi Fonta'nın Legosu var. Çok qəşəngdir. Geldim benim mekana. Deyəsən artıq qocalıram çünki belə şeylər məni artıq həyəcanlandırmağa başlayıb. Bu Dyson'un pilisosu. Gönül istərdi ki, Smeg'in kettle'ını alım, amma onu evlənəndən sonra özüm alacağım. Kettle alası olmadım çünki kettle'ları yox idi. Sadəcə 5 növ idi. Amma gəldim, çıxdım kitab mağazasına. Kitab almasam belə kitab mağazasını gəzməyi çox sevirəm. Çünki iyisi məni məst edir. Kitap mağazasında əslində kitab almaq istirdim. Soruşdum, dedilər ingiliscə kitablar hələ gəlməyibdi. Gələn həftə gələcək. Əslində normaldır çünki təzə açılıblar, yəni dünən. Ona görə let's wait. AV'nin bu məhsulunu TikTok'da görmüşdüm ki, usta komedonları olanlar bundan istifadə edirlər və azaldırmış dəraltı yağlanmanı. Sadəcə hal-hazırda çox şey istifadə edirəm deyə almaq istəmirəm. Çünki üzdə artıq məhsullarda, yəni bir neçə məhsul üst-üstə vuranda da səpki verə bilər. Bunu risk eləmək istəmirəm. Çünki hiss edirəm ki, biraz daha yaxşılaşıbdır dərim. Belə. Baxın görün başqa nələr var. Əslində bədən nəmləndiricisi olsa, bədən nəmləndiricisi almaq istəyirəm. Amma burada bilmirəm nələr var. Baxın. Belə bir bədən nəmləndiricisi tapdım. Amma heç sınamamışam, endirimdədim. Hardasa 30 eurodan 18 euroya düşür. Piyano dərsim məhv olundu. Ona görə biraz daha uzun buranı gəzməyi düşünürəm. Baxın görün başqa nələr var. Deyəsən klavye dinləmişəm, yemək. Bu da çöldən mənzərəsi. İçəri çox səs-küylüydü və dəhşət çox insan var idi. Düşünürəm, burada açılış olur, bu qədər insan var. Çünki normalda da bu qədər insan olsa, adam başını götürüb qaçmaq istəyəcək. Fantomlar aldık çala bilməz. O sırada fantomlar. Piyano dərsim ləğv olunduğu üçün yəqin ki, sabahları çəkəcəm piyano dərsimi. Hal-hazırda gedirəm özümə yemək almağa. Özümə yemək alacağım, poke alacağım. Sonra gedəcəm evə qəşəng kinomu açacağım. Oturub kinoma baxacağım. My favorite evening routine, Friday evening routine. Çox sevirəm. Guilty pleasure'ım sayıla bilər. Poke yığmaq ümumiyyətlə bayılıyorum. Evə gəldim nəhayət ki. Yes, evə qayıtdım. Yeməyimi aldım. Hazırda gözləyirəm. My poke bowl. Çox qəşəng gəlir. Və çox açım. Kinomu hazırlamışam və gözləyirəm rəfiqəmi. Çünki birlikdə baxacağıq. Long distance friendship be like. Friendship goals. Amazonum hazırda. We should get back to town. We're meeting Mom and Dad for dinner. Let's meet them. İkinci gündən hamıya salam. Bu günləri gedirəm piyano dərsimə.
Aytacın yanına, rəfiqəmin yanına. Dünəndən bugünə dəyişən saçım. Şokalarım uzanmışdı deyə onları kəsdim. Dünənləri aldığım bədən gelini sizə göstərmək istəyirəm. Bu bədən losyonunu aldım. Bio Nike-dan da heç istifadə eləməmişəm bu markanın məhsullarını, amma test elədim bu günləri içməndən sonra. Çox qəşəng yayılır, heç belə ağır krem hissiyatı yaratmır. Normaldan mənim bir dənə iyili kremim var, onu istifadə edirdim, amma onu yayda heç istifadə edə bilmirəm, çünki dəridə biraz ağırlıq hissiyatı yaradır. Hətta mən deyərdim qışda da belə çox istifadə eləmirəm, amma bunu çox bəyəndim. Belə yağ kimi yayılır dəriyə. Normalda Sol de Janeiro'nun olan bu, bilmirəm, yəqin ki görmüsünüz, çünki çox məşhurdur bunlar. Bom Dia Bright kremini istifadə edirdim. Bundan əvvəl bunun sarısını istifadə edirdim. Hətta spreyini də, bədən spreyini də almışdım. O da qəşəng idi. İyi olaraq çox qalıcıdır, bəyənirəm. Amma hissiyat olaraq istədiyim kimi nəmləndirir əslində, amma yayılmır. Belə o smooth hissiyatı yaratmırdı deyə çox istifadə eləmirdim. Çox vaxtı da qollarıma, buralarımı falan, sinəmə, boyun hissəmə çəkirdim. Amma o birisini bütün bədənlə istifadə edə bilərsiniz deyə düşünürəm. Yəni bəyəndim. Sizə gedək piyano dərsinə. Son illərdə payızı sevməyə başlamışam. Çünki hər yer belə qızıl rəngi olur, çox cozy hiss elətdirir. Əvvəllər heç sevmədim. Çünki mənə biraz depressiv gəlirdi. Gəldim Aytacın konservatoriyasına. Giriş eləyək, görək. Çiçəklərə baxın. Bilməm, qapını mənim üçün açıq qoyublar yoxsa necə? Ona girirəm. Yoxsa girməməliydim. Aytaç xanım. Bulaq çəksin. Bulaq çəkirim. Gəldik piyano otağına. Birazdan burada çalacağım. Aytaç. Birazdan burada əfsanələr yaddasan. Wow. Görək də görək. Klasiyaldan çıxdı. Dərsimiz bitdi. Mən də artıq gedirəm evimə. Aytacı da getdi evinə. Bugünü belə sonlandırdıq. Gələn görüşlərə dək. Bye.